Zəif çıxışı ilə diqqət çəkən Manchester City-nin baş məşqçisi Josep Guardiola komandanı uğursuzluq zolağından çıxarmaq niyyətindədir. İspaniyalı mütəxəssis bunun üçün yanvar ayında 4 yeni futbolçunun transferini istəyəcək. Bildirilir ki, Guardiola kollektivi yeni mərkəz və sağ cinah müdafiəçisi, habelə yarım müdafiəçi və hücumçu ilə gücləndirmək niyyətindədir. Son məlumata görə yeni oyuncu transferinin vacib olduğunu anlayan City rəhbərliyi də qış keçid dövründə bu istiqamətdə fəaliyyətini gücləndirəcək. Qeyd edək ki, Manchester City bütün yarışlarda son 11 maçda cəmi 1 qələbə qazanıb. Digər görüşlərdə şəhərlilər 8 dəfə uduzub, 2 dəfə isə heç-heç edib. İngiltərə Premyer Liqasının son qalibi olan komanda hazırda çempionatda 5-ci yerdədir. 16 turdan sonra 27 xalı olan City bir oyun az keçirən lider Liverpooldan 9 xal geri qalır. Çempionlar Liqasındakı son qarşılaşmada Juventusa 0-2 hesabı ilə uduzan Manchester klubu bu yarışın liqa mərhələsində isə 22-ci pillədə qərarlaşıb.